O Əhlüsünnə vəl Cemaənin etiqadı açıq aydındır. Əhlüsünnə vəl Cemaə bu təməl əsaslardan yapışıb və Peyğəmbər sallallahu əleyhi və səlləmin ümməti olan tövsiyələrinə əməl edir və həmçinin Əhlüsünnə vəl Cemaə böyük alimlərin etiqadı üzərindədir. İmam Malik, İmam Şafi, İmam Əhməd, İmam Əvzə'i, İmam Səvri və digər böyük alimlərin etiqadı üzərindədir. Yəni onlara görə, yəni onların vaxtında, bu alimlərin vaxtında rəhbərlər yox idi. Həmin alimlərin vaxtında rəhbərlər yox idi. Əlbəttə var idi. İmam Şafinin, İmam Malikin, İmam Əhmədin, İmam Əvzə'i, İmam Səvri, bunların vaxtında da rəhbərlər var idi. Yaxşı, onlar niyə danışmadı? Bunlar da dövlətə işləyirdi, hə? İmam Əhməd dövlətə işləyirdi, türmədən çıxanda deyir ki, Allahım onu bağışla, o bilmir. Yəni, bugünkü gün bir dənə su kəsilməsinə görə danışan kimsə, İmam Əhmədin gördüyü əziyyətləri görsəydi, bəlkə də dindən çıxardı. Bəlkə də dindən çıxardı. Və ona görə Əhlüsünnə vəl Cemaə, sələfi etiqadı deyiriksə, hər bir şeydə Əhlüsünnəyə tabi olmalıyıq. Həm etiqadda, həm əxlaqda və həmçinindəki ibadətlərdə. Əlbəttə ki, onların vaxtında da alimlər var idi, rəhbərlər var idi və onlar da bu əziyyətləri, zülmləri görmüşdülər və onların da xətaları var idi. O rəhbərlərin də idarəçiliyində xələlləri var idi. Cəhmilər var idi, Allahın ad və sifətlərini inkar edirdilər. Cəhmilər var idi, Mötəzilələr var idi, imamlara əziyyət verirdilər. Quranın məxluq olduğunu deyən rəhbərlər var idi. Küfr idi bu. Bu küfr idi. Bununla belə hansı alim, Əhlüsünnə alimi bunlara qarşı çıxdı? Və yaxud da ki, onları təkfir elədi. Və yaxud da ki, onlar barəsində danışdı. Çünki Əhlüsünnə vəl Cemaə bilirdi ki, bunda bir fayda yoxdur. Bunda bir fayda yoxdur. Deməli, bunların etiqadına belə desək ki, yəni Əhlüsünnə vəl Cemaə bu dəlilləri götürüblər, Quran və sünnənin gətirdiyi dəlilləri və xavariclərlə və bidət əhli ilə mübarizə ediblər, mötəzilələrlə və digərlərindən. Deməli bunlar, yəni bunlar da saray alimləri sayılırlar və bunlar da cəsus uydular. Onlar niyə danışmadılar? Yəni vallahu yuharibun əhlə sünnəti bi əsalibi şuyu'iyyin vel ba'siyyin vel qavmiyyin. Allaha and olsun ki, deyir ki, bugünkü gün bu şarlar altında gəzən, yəni Allahın hökmünü deyib, Allahın hökmünü tətbiq eləməyən kimsələr Əhlüsünnə ilə ateistlərin üslubu ilə müharibə eləyən kimsələrdir. Ateistlərin üslubunu götürüblər, onların Əhlüsünnəyə dediyi tənələri və Əhlüsünnə ilə müharibə eləyirlər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, rəhbərlərdə açıq aydın küfür görmədikcə onlara qarşı çıxmayın.